Anar Hocaya bugün nəcisdə çoxlu göbələk görülməsi mövzusunu soruşacağım. Çünki bu mövzu bəzən həkimlər arasında da göbələk dərmanı verilmələrlə də qarşılaşa bilir, fikir qarışıqlığına səbəb ola bilir. Bəzən ailələr də biz yüngülvari göbələk var, bir prebiotik istifadə edin, gedin deyirik, başqa bir şey çox da ehtiyac yoxdur dediyimizdə bəzən negativ ki, ay doktor bəs nəcisdə göbələk görünür şəkildə fikirlərlə qarşılaşa bilirik. Hocam bu mövzuda bir gastroenteroloq gözü ilə. Nəcisdə göbələk baxılması tamamilə anlamsızdır. Bizdə olan yöntəmlərlə nəcis ürün analizində çox miqdarda göbələk çıxır. Biz də tez-tez qarşılaşırıq. Amma bunun uşaqda bir göbələk xəstəliyi olması ilə heç bir əlaqəsi yoxdur. Onu müalicə eləmənin heç bir mənası yoxdur. Çünki heç bir ciddi analizlərdə nəcisdə göbələyə baxılmaz. Göbələk üçün xüsusi başqa metodlar var. Qanda baxılar, digər yerlərdə baxılar. Amma nəcisdə göbələk baxılmaz. Və bu nəyə göstərir? Bəzən bu dolayı yollarla nəcisdə olan hər hansı bir disbakteriozun olmasını göstərə bilər. Burada heç bir göbələk dərmanı vermənin heç bir mənası yoxdur. Sadəcə disbakteriozu müalicə etmək lazımdır. Müalicə edildikdən sonra tamamilə normala dönür. Hocam çox sağ olun. Bu dediyimiz kimi oradakı göbələklər bağırsağın çox vaxtı normal florası olur.